günləri əsl yay səhərləşdirici dondurma hazırlayıram. Yoğurtu deyə bilərsiniz, dondurma da adlandıra bilərsiniz. Sadəcə süd və evdə olan fərq eləmir. Gilə meyvə, banan. Sadəcə olaraq əsas odur ki, püf nöqtəsi buzlanmış olmalıdır bütün meyvələr. Belə yəni hamısı bunlar buzludur. Məndə bu günlər malinadır və çələkdir və baxın, bir damcı süddir. Bizə blender lazımdır. Meyvələri tökürəm. Bismillah. Üzərinə süd. Bismillah. Bu qədər. Və bir dəqiqənin içində evdə qəşəng dondurma. Yeyin. Bismillah. Hazır oldu. Oh, rəngi də qəşəng. Ətri də. Elə bütün yay boyu elə çıxan meyvələri alıram, yuyuram, qoyuram soyuducuda. Çünki uşaqlarım çox sevir. Mağazindən yoğurt almırıq. Bunu hazırlasaz, inanmıram ki, mağazadan yoğurt alacaqsınız. Şəkərdəki ağız dadına görə istəyirsiniz əlavə edin, istəyirsiniz əlavə etməyin. Bunu ilk dəfə qızım hazırlamışdı. Çox sevmişdim. Yəni sizə də rahat, bizə də rahat. Baxın, necə super. Baxın. Möhtəşəm. Sadəcə 2 ingrediyentdən yəni hazırlanır. Yəni demək istəyirəm ki, uşaq da bunu hazırlaya bilər. Canınız çəkəndə mağazinə qaçmayın, özünüz hazırlayın. Baxın. Yana bilərsiniz. Aha, soyuldu. Qızlarım bunu bizim üçün hər axşam hazırlayır. Qəşəng cürbəcür meyvələrdən. Siz də hazırlayın. Xoş olsun.